Əziz izləyicilərimiz, Ramazanla Diriliş proqramımızın növbəti buraxılışında xoş gördük sizləri. Ramazan ayı Quransız təsəvvür olunmur. Səhifələr açılır, ayələr oxunur, səs yüksəlir, sözlər dilə gəlir. İnsan hər Ramazan Qurana daha çox yaxınlaşır. Amma bu yaxınlıq yalnız gözlə və dillə mi olur, yoxsa qəlblə də toxunur insan Qurana? Quran oxunduqca səslənir, yaşandıqca isə dəyişdirir. O təkcə tilavət üçün nazil olmayıb, insanın düşüncəsini, davranışını, münasibətlərini yenidən qurmaq üçün göndərilib. Ramazan isə bu kitabla insan arasındakı məsafəni qısaldan bir aydır. Bu ay Qur'anı oxuyan insan eyni zamanda özünü oxuyur. Ayələrdə öz suallarını, öz zəifliklərini, öz yolunu axtarır. Bugün Ramazan və Quran münasibətinə başqa bir pəncərədən baxacağıq. Oxumaq kifayətdirmi? Yoxsa Quran yaşandıqca mənasını tapırmı? Bugünkü studiyamızın çox maraqlı bir qonağı var. Qonağımızla mövzumuzu müzakirə etmədən öncə gözəl bir Quran-ı Kərim tilavəti dinləyək, ondan sonra yenidən birlikdəyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ألف لام را تلك آيات الكتاب المبين إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان للإنسان عدو مبين وكذلك
كذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته عليك وعلى آل يعقوب كما أتمها على أبويك من قبل إبراهيم وإسحاق إن ربك عليم حكيم صدق الله العليم الحكيم. Bəli, əziz izləyicilərimiz, bugün qeyd etdiyimiz kimi Quran ayı Ramazan ayında Qurandan danışacağıq. Ancaq Quranın sadəcə tilavətindən yox, Quranın həyatımıza təsirindən. Studiyamızın qonağı çox dəyərli bir insan, ilahiyyatçı, təfsir üzrə mütəxəssis, eyni zamanda Quran hafizi Ramiz Məmmədovdur. Ramiz müəllim, xoş gördük. Ramazan ayınız mübarək olsun. Təşəkkür edirəm İldir müəllim. Sizə, komandanıza, işlərinizə uğurlar arzulayıram. Çox sağ olun. Ramiz müəllim, qeyd etdiyimiz kimi Ramazan ayı Quran ayıdır. Quran-ı Kərim məhz Ramazan ayında Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə indirildiyindən, hətta İmam Qazzali belə deyir, Quran-ı Kərim Ramazan ayında indirildi və Ramazan ayı mübarək bir ay oldu. Mötəbər ay oldu. Qədir gecəsində indirilməyə başladı. Qədir gecəsi 1000 aydan xeyirli oldu. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmə indirildi. O rəhmətən lil aləmin oldu. Və sən də deyir, bu Ramazan o Qur'anı qəlbinə indir ki, sən də insanlar arasında ən dəyərli insan olasan. Yəni Qur'anın hikməti, Qur'anın dəyəri bizim üçün, müsəlmanlar üçün sözün həqiqi mənasında çox böyükdür. Xüsusilə də Ramazan ayında. İlk sualımız, Ramazan ayı Quran-ı Kərimlə münasibətimizi necə dəyişdirir sizə görə? Qeyd etdiyiniz kimi, İldir müəllim, Quran-ı Kərim həm Ramazan ayında qeyd etdiyiniz kimi indirildi deyə o mötəbər ay oldu. Peyğəmbərimizin qəlbinə indirildi. İmam Qazzalinin ifadəsi ilə o peyğəmbərlərin, belə demək mümkünsə, sultanı oldu. Aləmlərə rəhmət oldu. Və təbii ki, Ramazanın dəyərini artırmaq istəyiriksə, Quran-ı Kərim ən başda gələn ibadətlərindən birisidir ki, biz onu oxumalıyıq. Amma bu məsələ həqiqətən çox aktual məsələdir. Yəni Quran-ı Kərimi özündən oxumaq, əzbərləməkmi mühümdür, yoxsa onun oxuyub mənasını dərk etməkmi? Bu, mən elə fikirləşirəm ki, bu elə seyircilərimiz üçün də maraq doğuran bir mövzudur. Ona görə təşəkkür edirəm bu sualınızdan ötürü. Bunların heç birisi əslində digərindən daha az əhəmiyyətli deyil. Məncə əvvəlcə bu ifadə ilə başlamaq lazımdır. Çünki Quran-ı Kərimin özünün mənasını başa düşmədən oxumaq böyük bir ibadətdir. Məsələn, Quran-ı Kərimdə vərattilil Qur'anə tərtilə buyurulur. Yəni, Quranı tərtil ilə, qaydalarına uyğun, təcvid qaydalarına uyğun oxu buyurur. Yəni, burada mənasını anla, başa düş, elə oxu buyurulmur. Vərattilil Qur'anə tərtilə buyurulur. Bu o deməkdir ki, Quran-ı Kərimin özünün birbaşa mənasını başa düşmədən oxumaq böyük bir ibadət. Ramazan, burada sadəcə bir ərəb kültürü, ərəb mədəniyyəti üçün
bu ifadənin vurğulanması ola bilərmi? Məsələn, deyək Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir ərəb idi. Ərəb dilini başa düşürdü. Qurani-Kərim də ərəb dilində idi və onu normal bir kitabı oxuyurmuş kimi yox, elə qeyd etdiyiniz kimi tərtillə. Onlar onsuz da başa düşürdülər bunu. Bəli, başa düşürdülər. Onu sadəcə bəli, daha gözəl danışıq kimi yox, daha gözəl səslər, daha avazlar, daha təcvidlə, qayda ilə oxumaq üçün onlara bir əmirdirmi, yoxsa bu ərəb dilini bilməyənlər üçün də? Bu da maraqlıdır. İndi Eldar müəllim, mən fikrimi bir-iki misalla daha açıq hala gətirmək istəyirəm. Məsələn, İmam Qazalidən danışmışkən, İmam Qazali Həzrətləri ibadətin qəbulunu məsələn halal loxmaya bağlayır. Qəlbin saflaşmasını da halal loxmaya bağlayır. Yəni indi bir çörək düşünək. Eyni çörəkdir, eyni təndirdə bişiyib. Biri gəlir həmin təndirdə bişən çörəyi halal zəhməti ilə qazandığı pulla alır, aparır evinə, özü yeyir, uşaqlarını yedirir və onun duasına qəbul olmasına, duasının qəbul olmasına vəsilə olur. O çörək. Amma digər tərəfdən eyni çörəyi halal yolla yox, yəni haram yolla qazanan birisi gəlib alır, tam tərsinə ibadətinin qəbul olmasına mane olur bu. Bu necə olur yəni bu? Bir çörək, bir ibadətin qəbul olub və ya qəlbin saflaşmasına tam tərsinə səbəb olur. Yəni, əgər bir çörək, aldığımız qida, yəni söhbət sadəcə çörəkdən gedir, aldığımız qida birbaşa bizim mənəviyyatımıza təsir edirsə, bu Quran-Kərim hər halda özü özlüyündə bizim qəlbimizin saflaşmasına, dualarımızın qəbuluna birbaşa təsir edir, yəni etməlidir. Bu birinci mərhələdə, yəni hələ anlamadan bəli. Sadəcə oxumaq belə bu qədər fəzilətlidir. Bəli, çox fəzilətlidir. Yəni təbii ki, bu o demək deyil, mənasını dərk etmək çox da mühüm deyil. Mən onu demək istəmirəm. Ona görə o sözümün başında qeyd elədim. Biri-birindən daha az əhəmiyyətli deyil. Hər ikisi əhəmiyyətlidir. Yəni, məsələn, yenə Quran-Kərimdə namazdan bəhs edir. Namazın insanı pis işlərdən uzaq tutduğunu deyir. Yəni, namazı biz bilirik, namazın qılınma şəklini. O, necə insanı pis işlərdən uzaq tutur, misal üçün. Yəni, o pis işlərin siyasını mı verir bizə, yoxsa bir düstur mu verir bizə? Məncə yox, məncə deyəndə bu belə deyil. Sadəcə o haqqı ilə qılınan namaz insanın qəlbində elə bir həssaslıq yaradır ki, özü də fərqində olmadan o pis işlərdən uzaq durur. Amma bunun fərqində deyil. Mən bilirsiniz, Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmə bir sahabə əfəndimiz deyir ki, mən əvvəl müsəlman olmamışdan öncə bizim gördüyümüz yaxşı işlər var idi. Bu işlərin bir savabı var. O vaxtda biz kimin sərindən tutmuşduq, yaxşı işlər görmüşdük. Peyğəmbər Əfəndimiz o işlərinə görə Allah Taala sənə, sənin kimilərinə İslam qismət elədi, İslamla şərəfləndi. Amma o onun fərqində deyil idi. O İslama girməsinin səbəbinin daha əvvəl gördüyü işlərin səbəb olduğunu, vəsilə olduğunu fərqində deyildi. Yəni, buradan da yola çıxaraq Quran-Kərimi biz oxuyuruq və ya namazımızı qılırıq. O bizi hansı pis əməllərdən uzaq tutduğunu biz fərqində olmuruq. Amma oxuyub anladıqdan sonra biz artıq namazın fərz olduğunu, vacib olduğunu bilib namazımızı qılırıq. Yalanın, qeybətin qadağan olduğunu bilib ondan uzaq durmağa çalışırıq. Artıq burada bu haramlardan və ya əmrləri yerinə yetirməkdə bilinçli hərəkət edirik. Digərində isə bilinçsiz Allah Taala bizi oradan uzaq tutur və bizim hər zaman önümüzü açır. Yəni bu mənada özətləyəcək olarsaq Eldar müəllim, Quran-Kərimin tilavəti çox mühümdür. Başa düşsək də, düşməsək də oxumaq böyük bir savabdır. Eyni zamanda hər bir müsəlman Quran-Kərimin təbii ki, mənasını anlamağa çalışmalıdır. Orada bizə, o Quran-Kərim bizə gəlib. Ona görə Allah Taala bizdən nə istəyir, nə istəmir. Biz bunu bilməliyik. Bilməmiz üçün də təbii ki, onu tərcüməsinə və ya təfsirinə baxıb öyrənməliyik. Öyrənməliyik, bəli.
Yəni mən belə başa düşdüm ki, Ramiz müəllim, sizin dediklərinizdən, yəni Allahu Teala baxır ki, mənim bəndəm yaxşı bir işə əl atır. Bəli, Qurani-Kərim açır oxuyur, bəli, amma başa düşmür. bəli. Yəni başa düşməyən o boşluqlar ki var, Allah Taala onu onsuz da o yaxşı istiqamətə yönləndirir. Düzdürmü? O dediyiniz kimi o faydalıq əmsalını artırır Bəli. və bir müddətdən sonra artıq həmin qulu artıq başa düşür, şuurlu şəkildə Quranı açır, oxuyur. Artıq bu mexaniki bir formaya keçir və artıq özü dərk eləyir. Bəli. Amma o dərk etmə prosesi başlayana qədər Allah-u Teala onun qarşısında elə qapılar açır ki, yaxşı xeyrə doğru, o gördüyü işə görə, Bəli. o əmələ görə maraqlıdır, gözəl, Tamamilə, maraqlı bir fikirdir. Ramiz müəllim, burada hafiz olmaq bəzən deyirlər ki, canlı Quran olmaqdır. Yəni hafiz olan insanlar, yəni Quranı əvvəlindən sonuna qədər əzbərləyənlər. Hafiz demək, olar ki, izləyicilərimizin bəziləri bu sözü, bu termini başa düşmürlər. Hafiz sözü əslində qorumaqdır. Bəli. Hafəzə kəlməsi ərəb dilində qorumaq deməkdir. Hafiz də Quranı əzbərlədiklərini öz zehnində, öz şuurunda qoruyan insandır. Bu mənada əziz izləyicilərimiz, hafiz olan insan Qurani-Kərimin əvvəlindən, Fatihə surəsindən başlayaraq sondakı Nas surəsinə qədər əzbər bilən insana deyilir hafiz. Məsələ bizim qonağımız da bugünkü həmsöhbətimiz Ramiz müəllim də Azərbaycanın ilk hafizlərindəndir. Ona görə də bu sualı elə ona ünvanlamaq istəyirəm. Qurani-Kərimi əzbərləyən insanlara canlı Quran deyirlər. Çünki o artıq zehnində, şuurunda. Amma sadəcə Quranın tilavəti, sözü ona əmanət deyil. Eyni zamanda Quranın hökmlərini yaşamaq da ona əmanətdir. Yəni canlı Quran demək, mən sadəcə Quranı əzbərlədim, zehnimdə saxladım, istədiyimi gedib eləyə bilərəm demək deyil. Yəni məsuliyyəti həddindən artıq çoxdur. Bəli. Bunu siz necə dəyərləndirirsiniz? Ən başda mən də ona qatılıram ki, Quranı yaşamaq birbaşa hafizlərin, özlərinin birbaşa, özlərinin birinci safda onu yaşamaqda yer almaları lazımdır. Yəni mütləq belədir. Çünki Quran ona bir əmanətdir. Heç bir hafiz düşünməməlidir ki, bunu mən bacardım. Bəli. Bu sadəcə hafizliklə bağlı deyil. Bu bütün insanların bütün işləri ilə bağlıdır. Biz nə isə həyata keçiririksə, o Allahın bir lütfüdür. Bəli. Bizim öz qabiliyyətimizdən daha çox Allahın onu bizə qismət eləməsidir. Ona görə hər hafiz bunu dərk edib və onun da haqqını verməklə belə deyək, məsuliyyət daşıyır. Ramiz bir şey diqqətimi çəkir. Məsələn deyək, siz hafizliyə başladığınız zaman hərçənd ki uşaqlıq yaşlarıdır, düzdürmü? Yəni deyək 5-ci, 6-cı sinifdən başlamısınız. İlkin yeniyetməlik dövrüdür. Siz hələ o qədər də gördüyünüz işin bəlkə də məsuliyyətini, ağırlığını hiss eləmirsiniz, düzdürmü? Yəni o yaşlarda. Yəni valideynlər istiqamətləndirir, özünüzdə müəyyən qədər həvəs olur. Və bir müddətdən sonra ayılırsınız ki, siz artıq hafizsiz və böyük bir məsuliyyətin altına girmisiniz. Yəni bundan sonra anlasaydım girməzdim. Olurmu həyatda elə bir şeylər? Yoxsa yaxşıdır ki, yəni mən bu yola girmişəm, bu yola baş qoymuşam və bu məsuliyyəti yaxşıdır ki, yəni öz üzərimə götürmüşəm deyirsiniz. Yəni bu ümumi olaraq düz qeyd edirsiniz. İnsanlar hafizlik yaşı dünyada aşağı yaşlardır. 10, 12, hətta daha aşağı 9, 8. Doğru. O məndə elə olmadı. Məndə yeniyetməlik dövrü oldu. Bəli. 17 yaşında Allah bunu qismət elədi mənə və mən bunun bilincində idim. Və onu bilərək Allahın bir kəram olduğunu, onun böyük bir dəyər olduğunu, qiymət olduğunu bilərək və sadəcə mən yox, mənim dövrümdə hafizlik edənlərin əksəriyyəti elə aşağı-yuxarı eyni yaşlardaydı. Biz bu şuurla Quran-Kərimi əzbərlədik. Elhamdülillah, Allah onu qismət elədi bizə. Amma ümumi olaraq dediyiniz tamamilə doğrudur. İndi onu daha çox onu yaşayanlar bilər ki, yəni mən peşman mı olurlar? Yoxsa bu məsuliyyətdən yoxsa sevinclidirlərmi? Yaxşı ki biz bunu vaxtında əzbərlədik. Eldar müəllim, mən ümumiyyətlə bu məsələyə də bir mənalı baxa bilmirəm. Yəni Qurani-Kərimi əzbərlədikdən sonra onu unutmağın məsələn böyük bir günah olduğunu biz düşünürük. İlahiyyatda belə
bilinir ilahiyat sahəsində. Və ona görə də bir hafiz ki, artıq əməli salih deyil, əməllərində hafiz kimi özünü aparmır, biz onlara qınaq gözü ilə baxırıq. Məncə, burada ehtiyatlı olmaq lazımdır. Çünki yəni bir insan ki, Allah Teala ona qismət eləyib, o Quranı əzbərləməyi ona qismət eləyib. Allah ona düzdür, hafiz, biz bayaq da siz qeyd elədiniz, hafiz kimə deyilir? Quranın başdan sona qədər əzbərləyənə deyilir. Bu insanlar nəzdində belədir. Amma Allah nəzdində hafiz kimə deyilir? Onu biz bilmirik. Yəni, Quranı əzbərləyib bir qismini unudana Allah hələ də hafiz deyilmi görəsən? Və ya əməllərində nöqsan olana Allah Teala hələ də hafiz gözü ilə baxırmı? Biz onu bilmirik. Baxırsa və biz də ona baxmırıqsa, onun əməllərinin nöqsanına görə biz orada hardasa səhvə yol verə bilərik. Bu baxımdan mən elə fikirləşirəm ki, hafizlərə ehtiyatlı, bununla bağlı ehtiyatlı yanaşmaq lazımdır. Amma təbii ki, hər hafiz onun məsuliyyətindən şuurunda olub, əməllərini ona görə şəkilləndirməlidir. Bilirsiniz ki, yəni ümumiyyətlə ilkin bu İslam dininin Peyğəmbər sallallahu əleyhi və səlləmə artıq Quran-ı Kərimin nazil edildiyi andan etibarən bir cəmiyyəti formalaşdıran bir kitabdır. Yəni onun o qaydaları, əmrləri, qadağaları bir cəmiyyətin, bir toplumun formalaşmasına xidmət edib və onun qaydalarına nə qədər riayət olunubsa, o qədər bir təşəkkül var İslam dünyasında, İslam tarixində. Və o dövrü də müşahidə elədiyimiz zaman, İslam tarixinə nəzər yetirdiyimiz zaman səhabələr Quran-ı Kərimdən ayələri, məsələn, bir ayə nazil olunurdusa, onu həyatlarında yaşayıb, sonra növbətisinə keçirdilər. Və soruşanda da ki, yəni siz niyə görə Quranın həm çox ayələrini əzbər bilmirsiniz? Deyir, axı, mən birini öyrənim, həyatıma tətbiq edeyim, əmrini, qadağasını, ondan sonra növbətisinə keçim. Yəni, bəzən belə bir maraqlı suallar ortaya çıxır. Bəzən də qınaq kimi də onu deyirlər ki, yəni bu elə Quranı götürüb başdan ayağa əzbərləmək yox, onu ayə-ayə həyatında həzm edə yaşamaq cəmiyyət üçün, cəmiyyətin dəyişməsi üçün, yəni şuurlu bir cəmiyyətin formalaşması üçün Quranı tam anlaya-anlaya, həzm edə yaşamaq daha məqsəd uyğundur deyilir. Bunu siz necə dəyərləndirirsiniz? Quran-ı Kərimi əvvəlcə Quran-ı Kərimi ümumuna belə nəzər salanda bəzi ayələr ümumiyyətcə hər kəs üçün hər kəsə aid deyil, olmaya bilər. Məsələn, oradakı ayə bir hakim üçün maraqlıdır. Yəni, misal üçün, adam oğurluq edib və bunun hökmü veriləcək. Və ya hansısa bir günah işləyib, bunun hökmü veriləcək. Bununla bağlı Quran-ı Kərimdə ayələr var ki, oğurluq edənin cəzası nədir? Ondan sonra başqa günahı, digər günahları işləməyən cəzası nədir? Və bunun qərarını verəcək şəxs hakimdir. Deməli, o mənimlə əlaqəli deyil. Yəni, bir şəxs kimi mənimlə əlaqəli deyil. Mən burada nəyə demək istəyirəm? Elə məsələlər var ki, məsələn, zəkat. Yəni, hər kəsin anlaya biləcəyi bir şey. Mən zəngin deyiləmsə, mən zəkat verə bilmirəm. O zaman mən onu tətbiq edə də bilmirəm. Amma bəlkə mən növbəti ayəni əzbərləməyim o zaman. Aysə, o doğrudur, əlbəttə ki, yəni, yox. Bu baxımdan onu düzgün gedir. Məncə orada biraz daha o detaylara enmək lazımdır. Həzrəti Ömər Əfəndimizin də bildiyiniz kimi o barədə bir çıxışı var ki, yəni mən bu qədər vaxtda mən ancaq 8 cüzü, 7 cüzü əzbərlədim. Çünki onu tətbiq edə gəlir. Orada təbii ki, bizi maraqlandıran birbaşa namaz, məsələn, oruc, qeybətdən uzaq durmaq, həsəddən uzaq durmaq. Yəni hər kəsin edə biləcəyi əmrlər var, hər kəsin qaça biləcəyi qadağalar var. Onları təbii ki, tətbiq eləyərək davam edilməlidir. Amma o nüans Quranı əzbərləməyə mani də ola bilər o fikir.
ki mən mütləq bunlara əməl eləməliyəm. Təbii ki, əməl. Bir yandan da mən bunu əzbərləməliyəm. Çünki hafizliyin özünün Quran-Kərimə xidməti çox böyükdür. Çünki onu Quran-Kərim sadəcə yazıda deyil, eyni zamanda əzbərdə insanların zehnində mühafizə olunur. Allah onların zehni vasitəsilə onu mühafizə edir eyni zamanda. Bu baxımdan siz tamamilə mən razıyam. Yenə həmin nöqtəyə qaydırıq. Mütləq surətdə Allahın əmr və qadağalarına hər kəs kimi başda hafizə diqqət etməlidir. Amma bir yandan da onun daha qısa zamanda hafizliyi bitirməsinə də mane olmamalıdır. Çünki indi o dövrdəki ilə indiki dövr eyni deyil. Biz bilirik ki, indi orta məktəb var, uşaq məktəbi bitirməlidir, sonra universitet var, həyatda nəyəsə nail olmaq üçün mütləq surətdən bu proseslərdən keçməlidir. Amma o dövrdə elə bir problem yox idi, yəni ona görə bəlkə də rahat idilər. Həyatlar ondan ibarət idi. Yəni onların elə bir məktəb, universitet və s. yəni həyata tutunmaq üçün ehtiyacları yox idi ona. Amma artıq günümüzdə məncə hafizlik prosesi hal-hazırda çox normaldır. Hələ bu uşaq yaşlarında baş verdiyinə görə onlar mükəlləf də deyirlər. Rahatlıqla Quranı başdan sona qədər əzbərləyib. Ondan sonra Allah inşallah onlara elə önünü açar, qəlblərini saflaşdırar. Böyüyəndə də Allah onu o hafiz kimi yaşamaqda qismət eləyər. İnşallah. İnşallah. Lazım, psixoloji araşdırmalar göstərir ki, insan mənəvi mətnləri sadəcə təkrar edəndə yox, onunla əlaqə quranda, yəni onunla həyatını eyniləşdirəndə özündə bir dəyişiklik hiss edir. Biz Ramazan ayında Quran ayı deyilik və hər kəsin bu Ramazan ayında daha çox Qurana sarıldığı bir ay olaraq da görürük hər birimizin həyatında. Yəni artıq olur ki, yəni bəzi insanlar bir səhifə, iki səhifə, gündəlik yarım cüz, bir cüz oxuyanlar var. Gözəldir, əladır, gözəl adətlərdir. Öz gücünə görə. Öz gücünə görə bəli, hər kəs bunu icra etməyə çalışır. Amma əksər hallarda baxırıq ki, Ramazan ayından sonra bu bir aylıq adətimiz adət olaraq davam eləmir. Bu nədən qaynaqlanır sizcə? Bu məsuliyyətsizlikdənmi, niyyətimizin doğru olmadığındanmı, yoxsa davamlı olmadığına görəmi? Siz necə düşünürsünüz? Bəli. Məsələn, mən şəxsi bir fikrim var. Mən sizi davamlı olaraq tanıdığım və bildiyim üçün deyirəm. Siz davamlı olaraq, mən harada baxıram ki, siz boş olduğunuz zaman açırsınız, hafiz olmağınıza baxmayaraq, Quranı vərəqləyirsiniz, oxuyursunuz, təkrarlarınızı edirsiniz və ya da telefondan baxırsınız. Yəni, bunu daha yaxşı siz anlayarsınız deyə o mənada deyirəm ki, yəni bir insan Ramazan ayında Quranla haşır neşir olur, Qurana daha yaxın davranır, daha çox oxuyur, amma Ramazandan sonra artıq bu adətində biraz zəifləmə və məsuliyyətsizlik meydana gəlir. Çox sağ olun bu sualınıza görə də. Bu da çox həqiqətən hər kəsin yaşadığı bir problemdir, belə deyə. Yəni bunu mən elə gəlir ki, bu dinləyicilərimizdən eləsi yoxdur ki, sizin bu sualınızı inkar eləsin ki, yox, belə deyil, tam tərsidir. Mən nəinki Ramazandan sonra, Ramazan özündə biz nə qədər haqqını, yəni tam gücümüzlə Qurana digər ibadətlərə sarıla bilirik. Yəni hətta ona Ramazanla bərabər başlamaq lazımdır. Mən bunun mən kiməsə tövsiyə eləmək, bəlkə də belə deyim, həddimə deyil. Elə bu verilişdə buna bir vəsilə olsun. Mən özümə Ramazandan sonra da Ramazan ayının havasını yaşaya bilməm üçün özümə belə bir söz vermişəm. Birincisi onu deyim ki, Ramazan ayı özü şeytanların zəncirə vurulduğu bir aydır. Bunun təbii ki, insanların mənəviyyatına böyük müsbət mənada təsir edir. Ona görə Ramazandan sonraki aylarla Ramazan ayındakı halımız eyni olmaması, bu əslində bir qədər də olsa bu təbiidir. Üstəlik biz Ramazanda oruç da tuturuq. Bu da bizim istər-istəməz mənəviyyatımıza çox böyük təsir edir. Amma Ramazandan sonra oruç vacib olmadığına görə biz təbii ki, aylarla, həftələrlə oruç tutmuruq. Bu işin mənəvi tərəfi.
Qaldı ki biz bunu en azından mexanik olaraq bari davam elətdirək. Bəli. Bu məsələyə gəldikdə mən öz-özümə belə bir söz vermişəm Eldar müəllim. Bu ay bol-bol təbii ki Quran oxumalıyıq. Mən bu Quranı oxumağa, daha çox oxumağa niyyətliyəm. Amma bir məqsədlə oxumaq istəyirəm Eldar müəllim. Günahlarımın təmizlənməsi üçün. Məncə o Bəraət gecəsində Yasin surəsi oxunur. Birini günahlardan təmizlənmək üçün oxunur. 3 Yasin oxunur və belə. Mən də fikirləşirəm ki, bu Ramazan ayında madəm biz Quran oxuyuruq, bunu bir niyyətə bağlayaq. Hansı niyyətlə biz Quran oxuyacağıq bu ay? Məsələn, mən fikirləşirəm ki, günahlardan təmizlənmək üçün oxumaq lazımdır. Bəli. Və günahlardan təmizlənmək niyyəti ilə oxuduqda, əgər nihayətdə belə bir hiss yaransa ki, artıq İnşallah mənim günahlarım təmizlənib və mən bu yükdən qurtulmuşam, bu özlüyündə böyük bir motivasiyadır. Çünki dəftərinin təmizləndiyini düşünmək, onun tərtəmiz olduğunu düşünmək, ora ləkə düşməməsi üçün digər günlərdə, aylarda da insan cəhd eləyər. Yəni biz adi özümüz yeni bir telefon alanda onu nətə qoruyuruq. Aman da burada çizgi düşməsin, üstünə bir şüşə yapışdırırıq. Onu bir nəyəsə qoyuruq, öz kılıfına qoyuruq və ya paltar alanda ləkə düşməsin, köynəyə mağdı, amandı düşməsin. Amma bir müddət sonra artıq sən onu buraxırsan. Əhəmiyyət vermirsən. Əgər Quran-Kərim bu niyyətlə oxuyub, günahlarımızdan təmizlənmək məqsədi ilə Quran-Kərim oxusaq və o hiss yaransa ki, bizdə, bizim inşallah günahlarımız artıq yoxdur, biz mənəvi təkamül yolunda daha sürətlə inkişaf edə bilərik. Çünki artıq günah yükümüz yoxdur. Yəni, necə ki, bir fidan torpağa atılan toxum çürüdükdən sonra pöhrə verirsə, insan da öz günahlarını gərək çürütsün. İnsan öz günahlarını çürütsün ki, orada o mənəvi fidan orada cücərsin, boyasın. Mən elə fikirləşirəm ki, Quran-ı Kərimi bu məqsədlə oxumaq, günahlardan qurtulmaq məqsədi ilə oxumaq bir sonraki aylarda Ramazan ayının özü qədər olmasa da o halı inşallah bir növbəti Ramazan ayına qədər davam elətdirməyə böyük bir köməkliyi olacaq deyə düşünürəm. Ramiz bəy, Quran-ı Kərim özünə belə deyək, bir neçə ad verir. Bəli. Həm şəfa deyir, Bəli, həm bəli, nur deyir, bəli. həm hidayət deyir. Bəli. Bunlar elə bir anlayışlardır ki, yəni hər birimizin, yəni insan olaraq həm şəfaya ehtiyacımız var, həm nura ehtiyacımız var, həm də hidayətə, doğru yola ehtiyacımız var. Yəni Quran-ı Kərimdə özünü belə adlandırır, düzdürmü? Burada biz bilirik ki, bunu sadəcə oxumaqla, yəni anlamadan oxumaqla biz o nə nura, nə şəfaya, nə də hidayətə çox da çata bilmirik, düzdürmü? Amma nur dediyimiz şey, o bayaq siz qeyd elədiniz, Peyğəmbər sallallahu əleyhi və səlləmin də hədislərindən biz görürük ki, yəni Quranı gözlə oxumaq göz üçün faydalıdır. Bəli. Yəni üzünə baxmaq belə bir ibadət sayılır, düzdürmü? Yəni bu mənada həm gözümüzə nur olsun, həm ruhumuza şəfa olsun, həm yolumuza hidayət rəhbəri olsun. Bu gözəl, yəni biz bilirik ki, Quran-ı Kərim əgər özünə bu sifətləri verirsə və biz ondan maksimum faydalana bilərik. Bizim verilişimizin də adı məhz Ramazan ayında Ramazanla dirilişdir. Bəli. Siz həm Quran hafizi olaraq, həm Quranın təfsirçisi olaraq, yəni o əzbərlədiyiniz ayələri, anladığınız ayələri bir də təfsir etmə qabiliyyətinə sahib bir insan kimi bu Ramazan ayında biz Quranla həmhal olmağı necə bacarmalıyıq və ya da Quranla münasibətimizi necə qurmalıyıq ki, Ramazan o şəfa ismi ilə, nur və hidayət ismi ilə Ramazanımızda bir diriliş motivasiyası olsun bizim üçün. Son olaraq tövsiyələriniz nə olar? Bəli. Qeyd etdiyiniz kimi Quran-ı Kərimin bir çox adları var. Şəfa, dediyiniz kimi zikir. Bəli. Məsələn, Saffət surəsində Eldar müəllim 3-cü ayədə olmalı və safət saffə fəzzəcirat zikra fətəliyət zikra. 3-cü ayədə
Allah Teala zikredenlere, yani zikri tilavet edenlere, söhbət burada Kur'an-ı Kerim'den gidiyor, and içir. And içir. Yani Kur'an-ı Kerim'i bir yandan bu niyyətlə, düzdür, mən bayaq da qeyd etdiyim kimi, mən bir niyyətlə düşünürəm ki, bu Ramazanı mən bir niyyətə fokuslanıb, inşallah Allah qismət eləsin, başa vurmağı düşünürəm. Günahlardan qurtulmaq. Amma bu o demək deyil ki, yəni sadəcə bir məqsədə fokuslanmaq şərtdir. Dediyiniz kimi, şəfa, madəm Kur'an-ı Kerim'in adı şəfadır, adam xəstədir və ya xəstəsi var, o niyyətlə Kur'an-ı Kerim oxusun. Hidayət ailəsindən, qohum əqrabasından namaz qılmayanlar ola bilər, oruç tutmayanlar ola bilər. O niyyətlə oxusun. Bilirsiniz, insanın ağzı başqaları üçün təmizdir. Mən özüm üçün edəcəyim duadan daha çox, başqasının mənim üçün edəcəyi dua daha önəmlidir. Çünki insan öz ağzı ilə qeybət eləyir, dedikodu eləyir, yalan danışır. Həmin ağızdan özü üçün edəcəyi duadansa, bu ağızla başqası üçün dua eləmək daha məqbuldur. Çünki mən bu ağız onun günahını işləməyib. O adam üçün bu təmizdir. Bu baxımdan qeyd etdiyiniz kimi, madəm Kur'an-ı Kerim'in müxtəlif adları var, bütün adlar niyyəti ilə, qohum əqrabasının daha doğru yola gəlməsi niyyəti ilə oxuması, inşallah o niyyətdə tutduğu ailəsi olsun, qohumları olsun, dostları olsun, tanışları olsun, eli obası üçün inşallah Allah onun duasını qəbul edər və bu niyyət də elə onun özünün birbaşa qəlbinin saflaşmasına Allah inşallah onu vəsilə edər. Çünki bir halda ki bir insan başqasını düşünür, Allah da onu düşünəcək yəni. Bu 2 vur 2'dir yəni. Təşəkkür edirəm Ramiz müəllim. Çox sağ olun. Siz bu Ramazan ayında öz dəyərli vaxtınızı bizimlə bərabər keçirdiniz və maraqlı fikirlərinizi bizim izləyicilərimizlə bölüşdünüz. Çox sağ olun. Bu Ramazan ayında hər birimizə təmənnimiz odur ki, məhz Quranla bu Ramazan ayının dirilişindən, bu Ramazan ayında həyatımıza, ruhumuza, zehnimizə, şuurumuza bir diriliş gəlsin inşallah. Bir daha təşəkkür edirəm Ramiz müəllim. Gecəniz mübarək olsun inşallah. Çox sağ olun. Mən də təşəkkür edirəm Eldar müəllim. Minnətdaram. Çox sağ olun. Bəli əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Son olaraq, Quran bağlananda bitmir. Əslində Quran səhifələr bağlandıqdan sonra başlayır. Ayələr dildən qəlbə, qəlbdən həyata keçəndə Quran yaşayır. Ramazan bizə bunu xatırladır. Oxunan hər ayə bir məsuliyyətdir. Başa düşülən hər kəlmə bir dəvətdir. Yaşanan hər hökm isə bir dəyişimin başlanğıcıdır. Bu ay sona çata bilər, xətimlər bitə bilər, səslər sakitləşə bilər. Amma Quran insanın həyatında iz buraxıbsa, Ramazan hədəfinə çatıb deməkdir. Son olaraq unutmayın, oxumaq bir başlanğıcdır. Yaşamaq isə yolun özüdür. Gecəniz mübarək olsun.